Present continuous zamanını hamınız indi baş verən iş kimi tanıyırsınız. Amma əslində bu zaman ingilis dilinin canlı yayım düyməsidir. O bizə hərəkətin nə qədər sürətli, müvəqqəti və ya dəyişkən olduğunu göstərir. Təsəvvür edin ki, mən evdə bir rəsm çəkməyə başlamışam. Amma indi buradayam, sizinlə dərsdəyəm. Dostum mənə zəng edib soruşur, bu aralar nə ilə məşğulsan? Mən ona deyirəm, I'm painting a picture. Amma axı mən indi rəsm çəkmirəm, sizin yanınızdayam. Niyə belə dedim? Çünki bu iş mənim üçün yarımçıq qalıb. Mən ona başlamışam və hələ bitirməmişəm. Yəni, bir işin tən ortasındasınızsa, həmin saniyə onu etməsəniz belə bu zamanı işlədirik. İndi isə gəlin fərqli bir şeyə baxaq. Məsələn, mən Bakıda yaşayıram. Bu mənim daimi qaydamdır. I live in Baku. Amma təsəvvür edin ki, mən Gəncəyə cəmi bir həftəlik qonaq getmişəm. Oradan kimsə mənə zəng edəndə mən deyirəm, I'm living in Gəncə this week. Görürsüz, mən ayıncı artırmaqla qarşımdakı insana mesaj verirəm ki, sakit ol, bu həmişəlik deyil. Mən burada sadəcə qonağam, tezliklə bitəcək. Yəni, bir şeyin keçici olduğunu demək istəyirsinizsə, onu mütləq continuous'la deyin. Bəzən proseslər o qədər yavaş olur ki, biz onları indi görmürük. Məsələn, boynunuzun uzanması və ya ingilis dilinizin inkişaf etməsi kimi. Siz bir-birinizə deyəndə ki, your English is getting better, burada heç bir indi sözü yoxdur. Amma burada bir canlanma, bir hərəkət var. İngilislər yerində saymayan, inkişaf edən hər şeyə video kimi baxırlar və mütləq ayıncı əlavə edirlər. Və sonda ən maraqlı məqam. Birinə desəniz ki, you are stupid, bu ağır sözdür, yəni sən həmişə beləsən. Amma desəniz ki, you are being stupid, bu deməkdir ki, sən əslində ağıllısan, sadəcə məhz indi özünü belə aparırsan. Görürsünüz, bu zaman bizə imkan verir ki, insanları tam mühakimə etməyək, sadəcə onların hazırki hərəkətini qiymətləndirək. Beləliklə, yadda saxlayın, present continuous bir işin ortasında olmaqdır, qonaq olmaqdır və inkişaf etməkdir.